Dünya kurban Aytan. Aytan öyle sus gülüm. المؤمنين والمؤمنات Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayırıq. Bu günləri bilirsiniz ki, bu günlər ümumiyyətlə 44 günlük Vətən müharibəsinin şəhidlərinin anım günləridir. Növbəti tədbirimiz də rayonumuzun Ətçələr kəndindən olan şəhidimiz, qəhrəmanımız Tağıyev Fuad Mərdanoğlunun anım günüdür. Bu münasibətlə yığışmışıq. Yaşaman seçti. Fuad'ın gülüşü sanki bugün de kendi semasında seslenir. Onun ayak izleri dağlarda kaldı. Güneşler indi de sanki Fuad'la yaptırdı. O gençliğin baharında arzuların en uca yerinde torpağa karıştı. Lakin torpaq onun adıyla müqəddəsləşdi. şəhid analarımız, atalarımız olmaqla bütün gələn qonaqları salamlayıram. Vətən qardaşımıza, anamıza çox sağ ol deyirəm ki, belə bir qəhrəman oğul böyüdüb bu vətən yolunda qurban vermişsiniz. Çox sağ ol. Mənim mən Polad Doğay şəhidi, şəhid Aydənizin anasıyam. Bacımıza səbir diləyirəm, qardaşımıza səbir diləyirəm. Cəmi şəhidlərimizə ruhları şad, məqamları ucadan da uca olsun. Mən də Polad Doğay kəndindən Daşqının anasıyam. Allah atasına, anasına səbir versin. Allah rəhmət versin. Mən də Ulacalı şəhidinin, şəhid Akşin Ağayevin anasıyam. Mən bu günləri şəhidimizin cənnətdəki gül dönümünə yarışmışıq. Cənnətin mübarək deyirəm şəhidin. Atasına, anasına bol-bol səbir arzulayıram. Mən də Əşqərov Rahilin maması. Allah yerlərini cənnət eləsin, vücud balalarım. Allah fərdə bacı. Səbir versin, o bir dənə balon gözünə çıraq eləsin. O körpə balanı gözünə çıraq eləsin, adın qoyduğunu, adı ilə yaşasın. Allah səbri versin bacı. Mərdan qardaş, Allah səbri versin. Allah hər kəsə səbir versin. Hər şey salamlayıram. Gələn ayaqlarınız var olsun. Allahın salamı olsun şəhidlərimə. Yoxdur, mən balasızam, mən oğulsuzam, mən çarəsizəm. Mən ayın biri gəlir, mənim dünyalarım qaralır. Mənim köməyim yoxdur. Kollektiv məktəblilər, hər birinizi salamlayıram, hər birinizə uzun ömür, sağlam can sağlığı arzu edirəm. Bugün bizim buraya yığışmağımıza səbəb, kar, bais, bugün tədbirinə yığışdığımız şəhidimizdir. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah'tan şəhidimizə rəhmət diləyirəm.
onun valideynlərinə, yaxınlarına səbir diləyirəm. Senin gülüşün indi səmanın ulduzlarında parlar. Oğlum, ben başımı kaldıranda seni orada analık gözyaşım gurura karışıp akır. Bildiğimiz kimi mən də antiterror şəhidi, çevik polisi Əzbəy Muradovun atasıyam. Biz kimi 8 nəfər polis əməkdaşımız, yəni antiterror müharibəsində erməni terrorunun qurbanı oldular. Onlar 5 dənə kəndi Xocavənd rayonunda təxliyə eləmişdilər. Allah hamısının məkanını cənnət eləsin. Bütün şəhidlərimizin məqamlarını uca eləsin.